Prezident İlham Əliyev aprelin 12-sində Tovuzda Ayan Palace otelinin açılışında iştirak etdi. Prezident İlham Əliyev otellə yaxından tanış oldu. Bildirildi ki, avangard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksesuarlardan istifadə olunub. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. El mərtəbəsində 120 nəfərlik restoran fəaliyyət göstərir. Restoranlarda milli mətbəxlə yanaşı dünyanın ən tanınmış mətbəxlərinin yeməkləri də müştərilərə təqdim olunacaq. Qeyd olundu ki, otelə bitişik 700 nəfərlik salonda inşa olunub. Salonla tanış olan dövlət başçısına məlumat verildi ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin və konfransların keçirilməsi üçün lazımi şərait yaradılıb. Ümumilikdə Ayan Palace otelində 65 nömrə var. Nömrələr ən yüksək standartlara cavab verir. Otaqlarla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya otel biznesində mövcud ən yüksək xidmət göstəriləcək. Prezident İlham Əliyev spa və sağlamlıq mərkəzi ilə də yaxından tanış oldu. Bu mərtəbədə həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik toplantı zalı yaradılıb. Ayan Palace otelinin istifadəyə verilməsi Qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsirini göstərəcək. Otellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.